Hello everyone, herkese salam, əziz altıncılar. Summative 2-ni işləyəcək bugün biz sizinlə. Gəlin ilk sualla başlayaq. James likes to drink. To drink yəni içməyi xoşlayır. İçməyi xoşlayırsa biz burada pineapple, ananas, chicken, toyuq, cheese, pendir, carrot yer kökünü seçməliyik. Düzgün cavab olacaq A. Orange juice içməyi xoşlayır. Describe the given meal relating to given picture. Şəkildə verilən sözlərlə əlaqəli deməli variantlara baxacağıq. A qalsın. B-də chicken soup deyir. Şəkildə görürük ki, düyü, lobya və toyuq var. Chicken soup deyil, fried fish qızarılmış balıq deyil, carrot salat, yerkökü salat deyil və sushi də deyil. Düzgün cavabımız yenə A variantıdır. 3-də deyir, fruit and vegetables are tasteless, dadsız deməkdir. Here dadsız bircə dəqiqə deyirlər. Sweet şirin də, yəni hər meyvə və yaxud da hər tərəvəz şirin deyil, müxtəlif dadları var. Useless, yəni faydasız da deyirlər. Fried qızarılmış da deyirlər. Düzgün cavab E olacaq. Sağlamdılar. Deməli, 4-də choose the correct synonym of the word delicious. Sinonim yəni yazılışı və deyilişi müxtəlif mənası eyni olan sözlərdir. Düzgün cavabımız burada B olacaq. Digərlərinə baxaq. Important, vacib deməkdir. Delicious sözünün mənası dadlıdır. Dadlı, ləzzətli. Important onun sinonim deyil. Natural, natural onun sinonim deyil. Quiet, sakit deməkdir. Sinonim deyil. Necessary də vacib deməkdir. Önəmli deməkdir. O da sinonim deyil. Tasty isə dadlı deməkdir. Delicious sözünün sinonimidir. 5-də bizdən uncountable nounları istəyir. Vegetables, eggs, burada sayıla biləndə çıxırıq. Food, nuggets, nuggets burada sayıla biləndə çıxırıq. Rice and onions burada sayıla biləndə çıxırıq. Meals da burada sayıla biləndə çıxırıq. Amma B variantında salt və oil heç biri sayıla bilməyən isimlərdir. 6-da which statements are correct? Hansı fikirlər doğrudur? On a meat free day, you can eat chicken. Bu yanlışdır. Çünki əgər ət yeyilməyən gün sən chicken da, yəni toyuq da yeyə bilməzsən. Çünki toyuq da bir növ ət sayılır. Eating with family is important for everyone. Bu düzdür. Üçüncüsü, yəni ailə ilə yemək hər kəs üçün vacibdir. It's healthy to eat so much salt and sugar. Sağlamdır deyir. Yəni sağlamlıqdır çox duzlu və şəkərli yeməklər. Bu da yanlışdır. It's not necessary to eat meat every day. Hər gün ət yemək vacib deyil. Bu da düzgündür. Aha. 7-də bizdən can feilini düzgün işlətməyi istəyir. 1-ə baxıram. You can ya da can't walk in the classroom during the lesson. During ərzində deməkdir. Yəni dərs ərzində biz sinif otağında gəzə bilmərik. Ona görə can't olacaq. Sual cümləsində isə can keçir əvvələ. Can I have a cup of tea, please? 8-də why don't, let's və how about sözlərində düzgün ardıcıllıqla cümlələri yerləşdirməliyik. Deməli, birinci cümlədə olacaq. Why don't why don't I help you with your homework? Niyə də sənin ev tapşırıqlarına kömək etməyim? Bu şəkildə 2-də olacaq. Let's gəl bu axşam film izləyək. 3-cüdə də olacaq. How about? Aha. 9-a baxıram. 9-da deyir ki, replace the underlined words with object pronouns. Bizə altına xətt çəkilən sözləri düzgün obyekt əvəzliyində işlətməliyik. Fish təkdə olduğuna görə onu itlə əvəz eləyə bilərik. My friends də cəmdə olduğuna görə onu them ilə əvəz eləyə bilərik. Burada his teacher, teacher'ın şəxs, yəni cinsini bilmədiyimizə görə bunu həm himlə əvəz eləyə bilərik, həm də her ilə əvəz eləyə bilərik. He admires his teacher. Teacher'ın şəxsi cinsiyyəti bilinmədiyinə görə hər ikisini yazmalıyıq burada. Daha sonra 10-da onun tekstini mən oxumuşam, sizə cavabları deyəcəm. What does delicious towards mainly mean in the text? Yəni, əsas məna nə idi delicious towards tekstində? 1-də olacaq.
B variantı different cultures having tasty dishes. Fərqli müxtəlif culture mədəniyyətlər fərqli dadlara sahibdirlər. Tasty dishes, yəni dadlı yeməklərə sahibdirlər, belə deyək. İkinci, which country is mentioned as a famous for sushi? Sushi deyəndə bilirik ki, Japandır. According to the passage, according to the test, trying food from other countries to helps us to deyir ki, tekstə görə fərqli ölkələrdən qidaları trying eləmək, yəni cəhd eləmək, yeməyə türklər demiş denemək, nə edir? Bizim learn about cultures, onlar haqqında ə, onların mədəniyyəti haqqında öyrənməyimizə bizə kömək eləyir də, düzdürmü? Save money, pul yığmağa kömək eləmir. Become a chef, şef olmağa kömək eləmir. Stop eating traditional food, milli yeməkləri yeməyi dayandırmağa kömək eləmir. Travel less, ya da az səyahət etməyə kömək eləmir. Düzgün cavab B olacaq. Dörddə isə deyir ki, to which word does to word delicious relate? Relate əlaqəli deməkdir. Yəni deyir ki, hansı söz delicious sözü ilə, mətndəki delicious sözü ilə əlaqəlidir. Burada baxırıq. Baxın, burada bir delicious diversity görürəm burada. Diversity sözü ilə əlaqəlidir. Bir də delicious dishes görürəm burada. Başqa da səhv eləmirəmsə yoxdur. Aha, yoxdursa mən bunların ikisini yaza bilərəm. Delicious. Delicious dishes. Bu şəkildə bu kəsək izahatının da sonuna gəldik. Növbəti izahlarda görüşənədək hamıya uğurlar, hələlik.